Gəncə şəhərində təhlükəli zəhərlənmə hadisəsi qeydə alınıb. Məlumata görə 2005-2006-cı il təvəllüdlü 3 tələbə qız yaşadıkları evdə dəm qazının təsirinə məruz qalıb. Hadisə nəticəsində 2006-cı il təvəllüdlü F. Həsənova, 2006-cı il təvəllüdlü İ. Mollayeva və 2005-ci il təvəllüdlü N. Musayeva müxtəlif dərəcəli zəhərlənmə diaqnozu ilə təcili tibbi yardıma ehtiyac duyublar. Onlar dərhal xəstəxanaya çatdırılıb və həkimlər tərəfindən lazımi tibbi müdaxilə həyata keçirilib. Hazırda hər üç şəxsin vəziyyətinin kafi olduğu bildirilir və həyatları üçün təhlükə yoxdur. Qeyd olunur ki, zərər çəkənlər Zaqatala rayonu sakinləridir və təhsil almaq üçün Gəncədə yaşayırlar. İlkin ehtimallara görə hadisəyə səbəb qaz cihazlarından düzgün istifadə edilməməsi və ya ventilyasiya sistemindəki nasazlıq ola bilər. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır, hadisənin dəqiq səbəbləri müəyyənləşdirilir. Nəticə, bu hadisə bir daha göstərir ki, dəm qazı səssiz və görünməz təhlükədir. Xüsusilə tələbələrin yaşadığı kirayə evlərdə və yataqxanalarda qaz sistemlərinin təhlükəsizliyi daim nəzarətdə saxlanılmalıdır. Qaz cihazlarının mütəmadi yoxlanılması, bacaların təmizliyi və otaqların havalandırılması bu cür halların qarşısını almaq üçün vacib amillərdir.